etdiyiniz kimi Ramazan ayı bir mühasibə ayıdır. Eyni zamanda nəfsimizlə iradəmizin mübarizəsinin bir ayıdır. Biz əslində onun bitməsini bayram etmirik. Əslində bayram etməyimizin səbəbi əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəmdən qurtuluş olan ayda nəfsimizlə iradəmizin qalibiyyətini biz əslində bayram edirik ki, bir ayda biz nəfsimizə, əslində dilimizə, gözümüzə, qardaşımızın da biraz öncə söylədik kimi, sadəcə mədəmizi deyil, bütün vücudumuza hakim olmuşuq. Əslində belə demək mümkünsə, bir ayda biz Allahın istədiyi kimi yaşamağa çalışmışıq. Çünki Ramazan ayı bizi bəndəliyin ən yüksək bir zirvəsinə qaldırır. Ramazan ayı bizi kamillik nöqtəsinə doğru yönəldir. Ona görə də biz Allah Rəsulunun bir hədisində buyurduğu kimi müsəlman o şəxsdir ki, əlindən, dilindən başqası ziyanına gəlməsin, amanda qalsın. Biz bir ayda baxsaq müsəlmanın halı buna bənzəyir. Dilimizə, gözümüzə, bütün vücudumuza diqqət elədiyimizə görə Allahın bəyəndiyi o müsəlmanı həyatımızda bir ayda olsa yaşamağa çalışırıq. Çünki biz nəfs daşıyırıq, başqa aylarda bəzən nəfslə mübarizədə iradəmiz məğlub olur, amma bu ayda biz belə demək mümkünsə iradəmizin qələbəsini bayram edirik. Teşekkür ederim.